Nədir? Cəmalə. Cəmalə xanım, hansı təşkilatdan? Aspo Kredit Təşkilatı. Siz mənim adımı ora niyə yazmısınız? Nəyə əsasən yazmısınız? Burada bizdən götürülür kredit vətəndaşlar bəzi nömrələr qeyd edir. Burada da yaxın kimisinin nömrənizdə qeyd olunub. Niyə siz qeydə alırsınız? Yaxşı, mən özüm orada yoxamsa, imzam yoxdursa, mənim sənədim orada yoxdursa, mənim adımı, nömrəmi niyə qeydə alırsınız? Mən qeydiyyat apararam, sizi birdə narahat eləməzlər. Mən elə demirəm. Siz mənim bu dəfələrlə gəlib. Bu zaman mən bunu ictimailəşdirəcəm. Bugün çox adam bu oyuna düşməsin. Siz nəyə görə mənim orada nömrəmi imzam olmadan yazırsınız? Bunu vətəndaşlar özləri deyir. Vətəndaşın adını deyin orada zəhmət olmasa. Qasımova Kamilə Mir Kamil qızı. Sonra? Hazırki o vətəndaşın işidir. O vətəndaş qeyd edib burada nömrə. Bilirəm. Yox, bayaq bir adda dediniz. Qasımov kim? Amin Qasımov da yoldaşıdır. Yəni, kim oğlu? Atasının adını bilmirəm. Yaxşı, nömrələrini deyin onda. Nömrələrini də deyin. Təəssüf ki, şəxsi məlumatları ötürə bilmirəm ona görə. Necə yəni, sən məni şəxsi yığıb narahat edirsən? Bu dəfələrlə olub, özdə belə bir şey. Yox, mən polisə müraciət eləyəcəm. Bu birinci deyil. Yox, hər dəfə eyni sözü deyirsiniz də. Siz, mən Rusiyada yaşayan adamam. Dəfələrlə məni yığırsınız roamingdə telefonum. Hər dəfə mənim nömrəmi bu cür, bəlkə bu dələduzlardır, hər kimdir. Mən bu barədə, indi burada da bir nömrə düşübdür. Geri yığıram, işləmir. 99 410 228 46 49. Budur. Hazırki danışdığımız nömrə. Aha. Bunlar korporativ nömrələr. Elə deyim. İndi mən geri yığmaq istəyirəm. Məlumatı dəqiqləşdirib geri yığmaq. Getmir. Ay sağ ol. Necə əlaqə saxlayayım mən sizinlə? Kredit təşkilatı sadəcə olaraq məlumat xarakterli zənglərdir. Burada sizin öhdəlik daşıdığınız heç bir şey yox. Yox, mən sizlə necə əlaqə saxlayayım ki, bu, yəni sizə... Qaynaq səslə əlaqə saxlaya bilərsiniz, nömrənizi qeyd edə bilərsiniz ki, yəni bu təşkilatdan ümumiyyətlə mənə zəng olunması, mən heç kimin yaxına deyil. Mən nəyə görə əziyyət çəkməliyəm? Mən bu nə məsələdir, bu nədir? Bu nə dərəbəylikdir, nə özbaş... Birinci dəfə deyil, 100-cü dəfədir. Hamınız da eyni söz deyirsiniz. Oldu nədir? Oldu. Qeydiyyat apararam, sizi birdə narahat eləməzlər. Mən elə demirəm. Siz mənim bu dəfələrlə gəlib. Bu zaman mən bunu ictimailəşdirəcəm. Bugün çox adam bu oyuna düşməsin. Siz nəyə görə mənim orada nömrəmi imzam olmadan yazırsınız? Bunu vətəndaşlar özləri deyir. Vətəndaşın adını deyin orada zəhmət olmasa. Qasımova Kamilə Mir Kamil qızı. Sonra? Hazırki o vətəndaşın işidir. O vətəndaş qeyd edib burada nömrə. Bilirəm. Yox, bayaq bir adda dediniz. Qasımov kim? Amin Qasımov da yoldaşıdır. Yəni, kim oğlu? Atasının adını bilmirəm. Yaxşı, nömrələrini deyin onda. Nömrələrini də